Yoxsa sən də bütün işləri son günə qoyub, sonra da çatdıra bilmirəm deyə ağlayanlardansan? Düz videoya gəlmirsən? Bir vaxtlar mən də onlardan idim. Bir vaxtlar dediyim bir həftə əvvəl. Demək dostlar, mən YouTube'da gəzərkən belə bir video gördüm. Videonun başlığı belə idi ki, nöqtə sən olsaydı necə edərdi? Məsələn, disiplinli sən olsaydı nə edərdi? Sağlam yaşayan sən olsaydı nə edərdi? Mənim ən böyük problemlərimdən biri mənim işlərimi unutmağımdır. Bu B12 əksikliğimlə bağlıdır, amma işlərimin çox olmağı ilə də bağlıdır. Və nəyi, nə vaxt eləyəcəyimi bilmədiyim üçün heç bir şey eləmirdim. Və bunu həll eləmək üçün bu taktika başladım. Bir həftə mən bunu yoxladım və həqiqətən ikinci həftədəyik və mən bütün işlərimi demək olar ki, mütəmadi olaraq yerinə yetirirəm. Bir dəftərim var, ajanda olaraq bunu istifadə edirəm. Demək, götürdüm bir dənə səhifə açdım və başına şey yazdım. Disiplinli Ülker olsaydı nə edərdi? Və ondan sonra bütün tasklarımı oraya yazmaya başladım gündəlik. Məsələn, günün tarixini yazıram və altından bugün eləməli olduğum işləri yazıram və elədikcə onları yumrulayıram və yanlarına plus atıram ki, okay, bu iş bitdi və bir işi görmək istəməyəndə özümə şey deyirəm. Deyirəm ki, okay, tənbəl Ülker eləmək istəmirəm, amma disiplinli Ülker olsaydı nə edərdi? Deyirəm və duram eləyirəm. Məsələn, 14 gündür ki, ingilis dili oxuyuram. İtalyan dilinə başlamışam. Xarici dil klubu və öz kursumuzun bütün işlərini çatdırıram. Yəni ki, bir həftədir ki, demək olar ki, mən heç bir işimi aksatmıram. Bütün işlərimi görürəm. TikToklarımı da çəkməyə vaxtım olur, YouTube'larımı da çəkməyə vaxtım olur, editə də vaxtım olur və uzanıb dincəlməyə də vaxtım olur. Yəni, birinci saat dərslərinin hamısına getmişəm. Yəni, həqiqətən işə yarayan bir metoddur. Ümumiyyətlə, sizə bir metodu önermədən qabaq, onsuz da özüm onu denəyirəm bir həftə ki, həqiqətən alınırmı deyə və həqiqətən alınır. Yox, bu nə qədər işinizə yararsa, rəylərdə məndən bölüşməyi unutmayın. Çünki, yəni, paylaşdığım şeylərin bir nəticəsini görmək istəyərəm. Sağ olun. Əgər yoxlasaz, nəticələri rəydə məndən bölüşməyi unutmayın. Yəni, tövsiyələrimin nəticəsini görmək istəyərəm. Sağ olun.